Dəyərli müəllimlər, filoloqlar və abituriyentlər. Bugün sizə çox maraqlı və samballı bir izah təqdim edəcəm. İzahdan əvvəl nə edirsiniz? Barmaqlarınızı bəyən butonuna vurursunuz, videonu bəyənirsiniz, abunə olursunuz və salam, qutardı getdi. Mən də sizə sağ olun deyirəm. İzahımızın mövzusu sintaktik təhlilə aid bir testdir. Başlayaq, ya Allah, getdik. Üzünü günəşə tərəf çevirən insan kölgə görməz. Cümləsinin təhlilinə aid olan fikirləri müəyyən edin. Nə etməliyik? Əlbəttə ki, cümləni sintaktik təhlil etməliyik. Eləyək. Görməz. Kim? İnsan. Hansı insan? Üzünü günəşə tərəf çevirən. Düzdür? Nəyi? Kölgəni. Məsələn, təyin, mübtəda, tamamlıq xəbər sxeminə uyğundur. İndi başlayaq. Görək elə nə deyir? Bizə nə istəyir? Deyir, qoşmalı isim zəfliyin ifadə vasitəsidir. Qoşmalı isim var. Amma el-sifət tərkibinin tərkibindədir. Ona görə nə olur? Bunu götürə bilmərik. Çünki yanlış fikirdir. Tamamlığın yeri dəyişdirilsə, sualı dəyişməz. Tamamlığın yeri dəyişdirilsə. Tamamlıq nədir? Kölgə. Düzdür, yerin dəyişəyə elə görək nə olacaq? Üzünü günəşə tərəf çevirən kölgəni görməz. Bu halda təyin isimləşmiş olur və mübtəda vəzifəsinə keçir. Təyin isimləşir. Sualı dəyişəcək. Bu vəziyyətdə nə sualına cavab verir? Yeri dəyişdirilsə, nəyi sualına cavab verəcək? Sualı dəyişir, götürmürük. Mübtədası ixtisar edilsə, cümlədə təyin işlənməz. Həminki məsələ, kölgə bu yana keçdi, əvvələ keçdi və insan mübtədası nə olur? İxtisar olunur. Və cümlədə təyin işlənmir. Bəli, fe'l-sifət tərkibi isimləşir və mübtəda vəzifəsində çıxış edir. 3-ü götürürük. Təyinin ifadə vasitəsi ismi xüsusiyyətini daşıyarsa, cümlədə haqqında danışılan üzv ixtisar ediləcək. Təyinin ifadə vasitəsi ismi xüsusiyyətini daşıyarsa, isimləşəcək, mübtəda olacaq və haqqında danışılan üzv deyərkən insan mübtədasını nəzərdə tutur. Nə olacaq? İxtisar ediləcək. İnsan mübtədası ixtisar olunacaq. Bəli. 4-ü götürürük. Fe'l-sifət tərkibi izah edici üzv rolunda çıxış edir. Bəli, bu vəziyyətdə fe'l-sifət tərkibi izah edici üzv rolundadır. İnsan mübtədasını təyin edir, onu izah edir. 5-i də götürürük. Cavabımız oldu 3, 4, 5.